Bir dənə sizə söz deyim, bunu da yadda saxlayın. Allah bizim sevinməyimizi istəyir. Bunu yadda saxlayın. Allah istəyir biz sevinək. Bəs niyə bəzi yerdə deyir ki, filan şeyə sevinmə? Çünki bəzi sevinclər var ki, o sevinci olsa mütləq qəm də qarşılayacaq onu. Bunun gəlməyinin getməyi də var axı. Gəlməyinə sevinsən, getməyinə kədərlənəcəksən. Getməyinə kədərlənəcəksən deyə deyir sevinmə. Əsas sözü budur ki, kədərlənmə. Kədərlənmə. Çünki sevinəndə kədərlənəcəksən. Sevinmə deyir, deməli kədərə müqəddimədir deyə deyir sevinmə. Başa düşürsünüz, bu çox qiymətli söz oldu ya, bu çox qiymətli sözdür. Sən demə Allah harda sevinmə deyir, o şeylərə deyir ki, onun sevinci sənə narahatlıq gətirir. Bəs necə eləyək həmişə sevincək, halda olaq, Allah belə istəyir, bəli, ola bilər, bəli. Sadədir, aradan getməyən şeylərə könül bağla ki, heç zaman getməsin, sevin, kef elə özün üçün. Kimin sən sevincindən nə işi var? Allah elə istəyirsən, hər an sevinəsən. O yerdə ki, deyir, sevinmə, deyir ki, çünki müvəqqətidir. Bunu indi sevinməyin burnundan gələcək, axı, niyə mən